Salam, hər vaxtınız xeyir olsun. Dövlət İmtahan Mərkəzinin test toplusunda yer alan ismi birləşmələr mövzusuna aid olan izahımıza başlayırıq. Birinci sualla başlayaq. Aslı tərəfi düzəltmə isimlə ifadə olunmuş ismi birləşməni müəyyən edin. Aslı deyirsə birinci sözü nəzərdə tutur. Baxaq indi qoruq yeri. Qoru sözün kökü q leksik şəkilçi bizə birinci söz lazımdır da. Qoruq yeri onsuz da ismi birləşmədir və düzəltmə isimdir də qoruq. Ona görə də A variantını ilə cavab kimi götürə bilərik. Gözəllik arzulayan bu ismi yox feili birləşmə olduğu üçün xətt çəkirik üzərindən. Dağıntının nəticəsi deməli kök və şəkilçi ayrıq dağıntı sözün köküdür. N bitişdirici ın hal şəkilçisi sadə söz olduğuna görə dağıntı sözü xətt çəkirik üzərindən. Dağların sözdə elə sadə söz olduğuna görə bu variantın da üzərinə xətt çəkirik. Yaxşılıq itirən bu feili birləşmə olduğuna görə bu variantın üzərindən xətt çəkirik. İkinci sualına davam edirik. Hansı söz birləşməsinin yalnız bir tərəfi isimdir deyir. Yalnız bir tərəfi. Yəni iki dənə tərəf olmalıdır. Burada aslı və əsas tərəflərdən bir dənəsi isimdir. Qızıl payız. Qızıl da isimdir, payız da isimdir. Ona görə variantın üzərinə xətt çəkirik. Dağlara qalxmaq. Dağlara deyir, hansı söz birləşməsinin demir, ismi ya feili birləşmə. Dağ sözü isimdir, qalxmaq feildir və söz birləşməsi. Düz feili birləşmədir, amma söz birləşməsidir də. Ona görə də elə B variantını cavab kimi götürək. Bitki növü hər ikisi isim olduğuna görə xətt çəkirik üzərindən. Yanğın təhlükəsi, yanğın da isim, təhlükə də isim. Ona görə bu variant da gedir. Danışıq tərzi, danışıq da, tərz də isimlərdir. Ona görə də bu variantın üzərinə xətt çəkdik, oldu B variantı. Üçüncü sualla davam edək. İsmi birləşməni müəyyən edin deyir. Deyir ki, meydanda hünərlə döyüşən ən. Feili sifət tərkibi. Keçdik. B variantı. Yoldan keçən feili sifət tərkibi ən. Ondan sonra yaxınlaşıb baxmaq. Feili bağlama tərkibi. Feil üzr istəyirəm, məstər tərkibi. Ətrafa baxdıqca, feili bağlama tərkibi, insanı düşündürən əsər. Deməli, biz bunu ismi birləşmə kimi götürəcəyik. Hansı əsər? Aslı tərəf bu iki hissə, feili sifət tərkibi, ismi birləşmənin aslı tərəfi yerindədir. Aslı tərəf. Əsas tərəf də əsər sözüdür. Biz bunlara birinci növ təyin söz birləşmələri deyirik. Necə əsər? İnsanı düşündürən əsər. İsmi birləşmədir, bəli, cavab kimi qeyd elədik. Dördüncü suala başlayaq indi. Deyir ki, ey ilham pərisi, ey azad şəhər, nə qədər bəxtiyar görürəm sizi. Nümunədə ismi birləşmənin sintaktik vəzifəsi nədir deyir. İlham pərisi, bir də azad şəhər isim birləşmələrini gördük biz burada və ikisi də xitab mövqeyində işlənib. Deməli, B variantını işarə etdik dördüncü sualda. Beşinci suala keçirik. Aslı tərəfi qeyri-müəyyən əvəzliklə ifadə olunmuş ismi birləşməni müəyyən edin deyir. Baxaq, uşaqların aslı tərəf, yəni birinci. Uşaqların birisi. Bizə bu birinci söz lazımdır. O uşaqların əvəzlik deyil, heç isimdir. Ona görə keçdik. Hər kəsin borcu, bəli, hər kəs qeyri-müəyyən əvəzlikdir. Özü də üçüncü növ kimi işlənir və aslı tərəf mövqeyindədir hər kəs sözü. Ona görə də B variantını götürdük. C variant, gənclərin bir çoxu, gənc sözü deməli əvəzlik deyil, keçdik variantımızı. Danışanların hamısı, danışan sözü isim deyil, əvəzlik deyil, ona görə keçdik. Hər sözün dəyəri, deməli burada da qeyri-müəyyən əvəzlik yoxdur, hər burada təyin əvəzlikdir. Yəni bu da uyğun olmur, hər kəsin borcu. Bax, oldu variantımız B variantı. Sonra keçdik 6-cı suala. Aslı tərəfi miqdar sayı ilə ifadə olunmuş ismi birləşməni müəyyən edin. Miqdar sayı. Miqdar sayılarının 3 dənə növ var idi. Müəyyən miqdar, qeyri-müəyyən və kəsir sayıları. Baxaq, deyir ki, aslı tərəfi. 5 almaq ifadə olmuş ismi birləşməni müəyyən edin deyir. 5 almaq feili birləşmə olduğu üçün keçirik üzərindən. Birinci sinif. Birinci sinif, deməli, birinci sinif deyir ki, aslı tərəfi, yəni miqdar sayı, bu inci var burada. Bu sıra sayı daxı. Sıra sayı yox, bizə miqdar sayı lazımdır. Uşaqların yarısı. Uşaq sayı deyil, ona görə keçdik. Sonuncu, burada da nucu, yəni bu nəyi görürük? Uncunu görürük. Sıra sayını gördük, burada da keçdik. 15 stul.
Bəli, 15 müəyyən miqdar sayıdır və ismi birləşmənin aslı tərəfi kimi işlənib. Y variantını işarə etdik 6-cı sualda. 7-ci sualla davam edirik. Aslı tərəfi qeyri-müəyyən miqdar sayı ilə ifadə olunmuş ismi birləşməni müəyyən edin. İndi qeyri-müəyyən olsun. Şagirdlərin bir çoxu. Şagirdlər aslı tərəf deyir də, şagird axı say deyil, ona görə keçdik. Arzularımızın çoxu. Arzularımızın sözü bu da say olmadığına görə keçdik. 5 kitab. Bizə nə lazımdır? Qeyri-müəyyən. Bu müəyyən miqdar olduğuna görə keçdik. Sonuncu əsər, sonuncu sıra sayı olduğuna görə keçdik. Yüzlərlə, bax budur. Qeyri-müəyyən miqdar sayı şagird. İsmi birləşmədir və üzr istəyirəm və deməli qeyri-müəyyən miqdar sayıdır. Lərlə. Ondan sonra keçdik. Bu neçinci? 7-ci sual idi. İndi isə keçək 8-ci sualımıza. Hansı birləşmələrdə aslı tərəf isim ilə ifadə olunub? Aslı tərəf. Baxaq görək. Xampərinin hekayəsi. Xampəri isimdir və isimdir özü də. İsimdir və ismi birləşmənin aslı tərəfidir. Biri götürdük. Rəssamlığı xoşlamaq. Hansı birləşmələr aslı tərəf, hansı birləşmələrdə aslı tərəf isimlə ifadə olunub? Demir fe'li birləşmə ya ismi birləşmə. Deməli rəssamlıq sözü deməli aslı tərəfdir və isimdir özü də. İkini də götürdük. Ondan sonra bərkdən dartmaq. Bərkdən sözü zərf kimi işlənib burada. Tərz hərəkət zərfi kimi. Ona görə 3'ü götürmürük. Deyir işdən qayıtmaq, bunu götürə bilərik. İşdən çıxışlıq halda olan isimdir, aslı tərəf kimidir özdə. Sonra cari məsələ, deməli cari məsələ isimdir, yox sifət kimi deyək, hansı məsələ, cari məsələ. Birdən gülmək, bu da zərfdir birinci birdən sözü, ona görə bunu da üzərindən keçdik. Cavab oldu 1, 2, 4. Sonra 9-cu sualla davam edirik. Aslı tərəfi mürəkkəb sifətlə ifadə olunan ismi birləşmələri müəyyən edin. Aslı tərəf birinci tərəf, yəni mürəkkəb sifətlə ifadə olunan ismi birləşməni müəyyən edin deyir. Ölkələr arası müqavilə. Bəli, bir götürdük. Hansı müqavilə? Mürəkkəb sifətdir də, özü mənsubə şəkilçili sözün iştirakı ilə yaranan mürəkkəb sifətdir. Birlə başladıq. Ondan sonra 2-yə baxaq. Sənətkarın qüdrəti. Sənətkar deməli sifət olmadığı üçün keçdik variantın üzərinə. Çox mərtəbəli bina. Bəli, hansı bina? Çox mərtəbəli bina. Çox bir də mərtəbə sözlərinin birləşməsindən yaranıb. Deməli, 3'ü də götürdük cavab kimi. Ondan sonra baxırıq 4'ə. Qara buğdayı oğlan. Qara buğdayı oğlan. Qara, deməli bir də qara sözünü götürdük. Deyir, aslı tərəfi mürəkkəb sifətlə. Bir də buğda sözünü görürük də. Ona görə də mürəkkəb sifətlə ifadə olunan ismi birləşmələri müəyyən edin. Bəli, 4'ü götürdük. Düzbucaqlı çəkəndə. Bu əndə var. Burada fe'li birləşmədir. Ona görə keçdik üzərindən. Ondan sonra kəkliyotu ətri. Kəkliyotu ətri. Kəkliyotu isim olduğuna görə keçirik variantın üzərindən. Oldu 1, 3, 4 variantı. D variantı. 10-cu sualla davam edək. Aslı tərəfi, yəni birinci tərəfi, sifət olan ismi birləşmələri müəyyən edin. Qırmızının çaları başlanğıc formasına baxaraq sözün hansı nitq səsi olmağı üçün. Deməli, qırmızı sifət olduğuna görə bunu götürürük, bu hissə düz gəlir. Qırmızının çaları ismi birləşmədir. Ağıllının biri, ağıllı sözün başlanğıc forması olduğu üçün yəni sifətdir. Ağıllı, necə adam, ağıllı adam. Ağıllının biri də ismi birləşmədir. Ona görə də A variantını götürə bilərik. Almanın qırmızısı, alma birinci tərəfdir, yəni aslı tərəfdir, o isimdir. Götürə bilmərik bu variantı. Ondan sonra yumurtanın sarısı, yumurta ismi olduğuna görə variantın üzərinə keçirik. Gözəlliyin sirri, gözəllik. Nə? Gözəllik. İsim olduğuna görə keçirik bunun üzərindən. Danışan fe'li sifət olduğu üçün keçirik bu variantın üzərindən. Keçdik 11-ci suala. Aslı tərəfi məstər olan söz birləşmələrini müəyyən edin deyir. Aslı tərəfi, yəni birinci tərəfi məstər olsun deyir. Sonra söz birləşmələrini müəyyən edin deyir. Uşağın belə deməsi. Bu uşağın aslı tərəfdir, özüdəki isimdir. Ona görə variantın üzərinə keçdim. Daha çox baxmaq lazım deyil. Onun oxumağı, onun əvəzlik olduğuna görə variantın üzərinə keçdik. Yəni aslı tərəf əvəzlikdir. Oxumaq arzusu. Bəli, oxumaq məstərdir, özü də aslı tərəfdir, düz gəlir. Hələ ki bu isə düz gəlir. Yamaq isim olduğuna görə düz gəlmir. Variant gedir buna görə.
Dərsi oxumaq. Dərs sözü isim olduğuna görə keçirik variantın üzərindən. Oxumağın faydası düz gəlir. Ondan sonra yaşamağın mənası düz gəlir. Birinci tərəflərə baxırıq. Yaşamaq və oxumaq sözləri məsdər olduğuna görə götürürük bu variantı. 12-ci suala baxırıq. Mən babama həmişə yeni kitablardan danışardım cümləsində işlənmiş söz birləşməsinin aslı tərəfinin ifadə vasitəsini müəyyən edin deyir. Mən babama həmişə yeni kitablardan, bax söz birləşməsini qeyd elədik. Yeni kitablardan danışardım. Yeni hansı nitq səsdir? Sifətdir. Deməli 12-ci sualda sifət variantını qeyd elədik. Ondan sonra hansı sıradakı ismi 13-cü suala baxırıq. Deməli hansı sıradakı ismi birləşmələrin aslı tərəfini müəyyən yerlik hala çevirmək olmur deyir. Məsələn deyək ki, Koroğlu metrosu, Koroğlunun metrosu, Elmlər Akademiyası, Elmlərin Akademiyası. Bax belə nümunələri çevirmək olmur da. Buna oxşar bir şeylər deyir, bir cavablar olacaq. Deməli, dəniz havası, dənizin havası çevirmək olduğu üçün, çevirmək olur yəni, ona görə keçirik variantın üzərindən, bizə olmur deyir. Ev avadanlığı, evin avadanlığı çevirmək olur, keçirik. Şəhər mənzərəsi, şəhərin mənzərəsi çevirmək olur müəyyən yerlik hala. Saat əqrəbi, saatın əqrəbi çevirmək olur müəyyən yerlik hala. Əl ağacı, əlin ağacı düz gəlmir, yəni ona görə üstə gəl bura. Qol saatı, qolun saatı da düzgün deyil, yəni müəyyəni çevirmək. Ona görə də Y variantını işarə etdik. Baxaq indi 14-cü suala. Deyir, hansı sıradakı hər iki ismi birləşmənin aslı tərəfini, yəni birinci sözü, müəyyən yerlik hala çevirmək olmur. Bəli, yenə də eyni tip sualdır. İdman zalı, idmanın zalı düzgün deyil, yəni elə demək, üstə gəl. Dil qabiliyyəti, dil qabiliyyəti, dilin qabiliyyəti olmur, yəni. Dil, belə deyək, şuurlu bir, nətər deyirlər, varlıq deyil ki, onun xüsusi qabiliyyəti olsun. Qabiliyyət şuurlularda, şuurlu varlıqlarda ola bilər də. Ona görə də yəni çevirmək olmur bunları. Aslı tərəfini müəyyən yerlik hala çevirmək olmur. Bəli, elə A variantını götürərik. Kənd klubu, kəndin klubu çevirmək olur. Ondan sonra alma çiçəyi, almanın çiçəyi çevirmək olur. Gənclik duyğusu, gəncliyin duyğusu. Düşmən sözü, düşmənin sözü çevirmək olur müəyyən yerlik hala. 15-ci suala baxaq. Deyir ki, hər iki tərəfi isimlə ifadə olunmuş ismi birləşmələrdir. Hər iki tərəfi isimlə ifadə olunsun və ismi birləşmə olsun özdə deyir. Baxaq, gümüş kəmər. Gümüş də isimdir, kəmər də isimdir. Amma sifətləşən isimdir. Bu bizi çaşdırmasın da. Gümüş kəmər ismi birləşmədir. Gümüş də isim, kəmər də isim. Düz gəlir bu hissə. Ondan sonra əmim Kərim. Əmim Kərim. Hansı Kərim, əmim Kərim? Birinci növ təyin söz birləşməsini deyərik. Əmim sözü də isimdir, Kərim sözü də isimdir. Ona görə də bu hissədə düz gəlir. Sonra yun şal, yun isimdir. Bu da sifətləşir burada, necə şal, amma yenə də isim sayılır bu, nitq səsi kimi. Şaldakı isimdir, bu da birinci növ təyin söz birləşməsi. Elə bu variant uyğun gəlir bizim şərtimizə. Kiçik qayıq, kiçik sifət olduğuna görə B variantının üzərinə xətt çəkirik. 3 badam, 3 say olduğu üçün bu variantın üzərinə xətt çəkirik. Daş ev düz gəlir. Daş da isimdir. Ev də isimdir. 7 qardaşan. Bu 7 say olduğuna görə bu variantın üzərinə keçirik. Çox mərtəbəli bina. Bu sifət olduğu üçün çox mərtəbəli sözü keçirik bu variantın üzərindən. Keçirik 16-cı sualı. Amansız düşməndən qisas alınmasa yaralı ürəklər çətin sağalar cümləsindəki ismi birləşmələrin aslı tərəfi nə ilə ifadə olunmuşdur deyir. İsmi birləşmələrin aslı tərəfləri, yəni birinci tərəfləri. Bax, amansız düşməndən, bax, biri burada. Amansız düşmən. Bu nədir? Sifət. Bir sifət. Qisas alınmasa yaralı ürəklər. Bir dənə də söz birləşməsini burada müəyyən elədik. Necə ürəklər yaralı? Bu da sifət. Ona görə də elə sifət cavablarını çətin sağalar heç. Deməli, sifət cavabını 16-cı sualda qeyd elədik. Keçirik 17-ci suala. Şirin xatirələri birləşməsi hansı cümlədə nöqtələrin yerinə yazılsa xatirələri sözü adlı halda olar? Şirin xatirələri birləşməsi deyir. Hansı cümlədə nöqtələrin yerinə yazılsa xatirələri sözü adlı halda olar? Baxaq indi. Şirin xatirələri sözünü qoyaq bura. Şirin sözünü ixtisara verək burada. Çünki onun və öz əvəzliklərini qoyacaq onun əvvəlinə. Şirin sözünün yerinə. İxtisara verək bunu burada. Bax, yazıram bura ki,
Öz xatirələri unutmaq asan deyildi. Öz və yaxud da şəxs əvəzliyi artıra bilmiriksə əvəlinə burada olan i şəkilçisi təsirlik halın sayılır. Əgər əvəzlik artırma olursa, təsirlik hala və yəlik hala oxşayan sözün əvəlinə ya şəxs əvəzliyi ya da öz təyini əvəzliyi artırmaq olursa, onda adlı halda sayılır o söz. Biz də baxırıq ki, öz xatirələri unutmaq asan deyildi. Düz gəlmir. Öz xatirələri unutmaq. Və yaxud da ki, onun xatirələri unutmaq asan deyildi. Ona görə burada təsirli halda olacaq. Adlı halda yox. Keçirik variantın üzərindən. Keçirik B-yə indi. Bir-bir yadına salırdı. Bax, öz xatirələri bir-bir yadına salırdı. Yox, ağlabatan deyil. Və yaxud da onun xatirələri bir-bir yadına salırdı. Bu da alınmır. Ona görə burada da təsirli halda olacaq xatirələri sözü. İndi xatirələri heç vaxt unudulmayacaq. Bax, indi belə eləyirəm. Onun xatirələri heç vaxt unudulmayacaq. Düz gəlir, gəlir. Öz xatirələri heç vaxt unudulmayacaq. Onda xatirələr sözü burada adlı halda hesab olunacaq. Öz xatirələri qələmə alanda kövrəlmişdi. Onun xatirələri qələmə alanda kövrəlmişdi. Alınmır. Öz xatirələri bölüşmək zövqü vericidir və yaxud da onun xatirələri bölüşmək zövqü vericidir. Alınmır. Ona görə də bu variantın da üzərindən xətt çəkdik oldu. C variantı cavabımız. İsmi birləşmələrlə bağlı fikirlərdən biri doğru deyil. 18-ci sualımızda deyir. İsmi birləşmələrlə bağlı fikirlərdən biri doğru deyil deyir. Bitmiş fikir ifadə edir. İsmi birləşmələrlə bağlı fikirlərdən biri doğru deyil. Aha. Bitmiş fikir ifadə etmir. Hə, etmir deyir də burada. Bəli. Bitmiş fikir ifadə etmək cümlənin qaydasıdır. Ona görə də bu ismi birləşmələrlə bağlı doğru fikirdir bu. Tərəfləri yalnız isimlə ifadə olunur. Niyə ki, məslərlə də, məsələn, başqa nitqsələrlə onun oxumağı, olacaq ismi birləşmə. Oxumaq arzusu, məsələn, birinci tərəf məslərinə oldu. Yəni, bu səhv variantı, B variantı. Ona görə də bunu dairələyirik. Qrammatik əsası olmur. Qrammatik əsas cümlədə olur, doğrudur. Qrammatik əsası olmur. Əsas və aslı tərəflər olur, bəli. Əsas və aslı tərəflər olur söz birləşməsində. Tərəfləri müstəqil leksik mənaya malik olur, bəli. Yəni, köməkçi nitq səsi nə əsas, nə də aslı tərəf kimi iştirak eləyə bilmir. 18-ci sualda B variantını işarə etdik. İndi 19. Aslı tərəfi düzəltmə sifətlə ifadə olunan ismi birləşmələri müəyyən edin. Aslı tərəfi, yəni birinci tərəf. Duzlu xörək. Duzlu xörək sözünə baxaq. Necə xörək, duzlu xörək. Bəli, bu düz gəlir. Özü ismi birləşmədir. Bu hissə bir üstə gəl. İstedadlı şair. Necə şair? İstedadlı şair. Bu da düz gəlir. Burada bir üstəyə qoyaq. Zarafatçıl adam. Necə adam? Zarafatçıl adam. Cıl burada leksik şəkilçidir. Düzəltmə sayılır. Burada bir üstə gəl. Ona görə də A variantını ilə işarə. Sarı köynək. Necə köynək? Sarı köynək. Sarı ilə sadə söz olduğuna görə variantın üzərinə keçdik. Bizə düzəltmə olan lazımdır. Dərin məna, dərin sadə söz olduğuna görə variantın üzərinə keçdik. Bulağın gözü, bulağın sözü heç sifət deyil. Ona görə bu variantın da üzərinə keçirik. Ondan sonra qoç qoruğu. Qoç sözü deməli deyək ki, bu isimdir, qoç sözü. Ona görə variantın üzərindən maral bulağı məsələn, bu da isimdir. Alınmır. Oldu cavabımız A variantı. 20-ci suala baxırıq. Sözün açığı mən nə etdiyimi bilmirdim cümləsində. Bu sözün açığı ara sözdür, özü də söz birləşməsi kimi olan. Mən nə etdiyimi bilmirdim cümləsində deyir. İsmi birləşmənin sintaktik vəzifəsini müəyyən edin. İsmi birləşmənin deyir, sintaktik vəzifəsini ara söz elə var burada cavab. Ara söz cavabını işarə etdik. Hansı cümlədəki ismi birləşmənin əsas tərəfi sifətdir? Əsas tərəf yəni ikinci sözü. 21-ci sualı idi bu. Baxaq, ikinci əsas tərəfi sifətlidir. Rüfət uşaqların ən savadlısıdır. Deməli, bu aslı, bu da əsas. Uşaqların savadlısı. Bura baxırıq, savadlı. Düzəltmə sifətdir də bu. Əsas tərəfi sifətdir. Yəni, düzəltmə olmanı heç, amma sifətdir. Ona görə A variantını götürürük. O tərəfə yol yoxdur. O tərəfə. Burada sifətdən söhbət getmir. Yəni, sifət yoxdur burada. Deməyə sözüm yoxdur. Burada heç söz birləşməsini görmədik. Səidənin kitabı, buradakı Səidənin kitab sözü isimdir. Başqa söz birləşməsini də görmürük burada. Ana dil sözü isimdir. Alınmır. Sifət görmürük bu variantda. Ana dilini bilmək hamının borcudur. Bax, buraya baxırıq, borc sözüdəki isimdir də, yəni ona görə orada da götürmürük. Cavab oldu A variantı. 22-ci suala baxırıq. Ana oğlunu yun corab, bu yun corab
birinci növ təyin söz birləşməsidir. Yun da isimdir. Toxuyur cümləsində ismi birləşmənin tərəfləri ifadə olunub. Yun da isimdir, corab da isimdir. İsim cavabı olar da yəqin ki 22-ci sualda. Deməli, baxaq görək indi. İsim cavabımızı bax burada götürdük. İndi 23-cü sualla davam edirik. Kəşfiyyatçılarımız indi düşmənin mövqelərini aydın görürdülər. İsmi birləşməmiz nədir? Burada bax, buradan bura kimi ismi birləşmədir. Buradan başlayaraq buraya qədər ismi birləşmədir. Görürdülər. Üzr istəyirəm, cümləsində ismi birləşmə hansı cümlə üzvüdür deyir. Görürdülər xəbər. Kim? Kəşfiyyatçılarımız. Nə vaxt? İndi. Hər an görürdülər düşmənin mövqelərini, haranı tamamlayan sualdır. Nə tərzdə? Aydın. Bu tamamlıq cavabını qeyd edək 23-cü sualda. Ondan sonra keçirik 24-cü suala. Aslı tərəfi feili sifətlə ifadə olunan söz birləşmələrini müəyyən edin. Aslı tərəf, yəni birinci tərəfi feili sifət olsun. Sonra söz birləşməsi olsun. Yəni feili ya ismi soruşulmur. Baxaq görək. Qala qapılar. Aslı tərəf deyirsə qala deməli isim olduğuna görə A variantının üzərinə keçdik. Oxunulası kitab. Hə. Bəli, oxunulası kitabda deməli bu feili sifətdir. Necə kitab oxunulası? Deyilmiş söz. Necə söz? Deyilmiş söz. Qızıl üzük isə düz gəlmir. Çünki bu qızıl isimdir. Bizə feili sifət lazımdır. Yandırılmış ocaq. Necə ocaq? Hansı ocaq? Yandırılmış ocaq. Görünən günəş. Hansı günəş? Görünən günəş. Bu da feili sifət. Yandırılmış da feili sifət. Görüləsi iş. Hansı iş? Bu da cavabımız olur eləcə variantı. Qaçağan at, qaçağan sözü olacaq sifət. Bəs deyərik ki, niyə an var burada götürmürük? Çünki inkarda işlədə bilmirik bunu. Qaç, ağan leksik şəkilçi sayılır. Bu variantın üzərinə keçdik yəni bu. Ondan sonra yun parça, yun isim olduğuna görə variantın üzərindən keçirik. 25-ci sualdan davam edirik. İlişib qalmışam, mən ilişib qalmışam qəm çalasında, bir gözəl tilsimin daş qalasında. Biri qəm çalasında sözünü görür, bir də daş qalasında isim birləşmələrini, tilsimin daş qalasında daha doğrusu. Deyir ki, nümunədə hansı söz ismi birləşmədə həm əsas, həm də aslı tərəf kimi işlənib. İsmi birləşmədə həm əsas, həm də bu sintaktik əlaqə sualına oxşayır. Deməli, həm əsas, həm də aslı tərəf kimi. Tilsimin qalasında sözünü deməli, həm əsas deyir ki, nümunədə hansı söz ismi birləşmədə həm əsas, həm də aslı tərəf kimi işlənib. Tilsimin qalasında. Yox, sintaktik əlaqə sual kimi yox. Bu tilsimin qalasında olanda hal-hazırda aslı tərəfdir bu. Aslı tərəfdə 3-cü növün, tilsimin qalası 3-cü növ kimi. Bir də ondan qabaq gözəl söz də var. Gözəl tilsimin. Bu gözəl tilsimin sözü olanda 1-ci növ olur da buradan buraya kimi. Və onda bu əsas tərəf hesab olunur. 1-ci növün əsas tərəfi. Yəni biz tilsimin sözünü həm əsas, həm də aslı söz kimi düşünə bilirik. Yəni götürə bilirik bu nümunədə. 26-cı suala baxaq. Nümunədə nömrələnmiş hansı sözlər ismi birləşmə yaradır deyir. İsim birləşmə yaradır. Mənsur bu bitkilərin, deməli, bunu götürdük. 1-ci növ təyin söz birləşməsi. Ondan sonra 3-ü də götürdük. Bu 1-ci növ təyin söz birləşməsi də. Çoxunu tanımırdı. Deməli, mənsur bu bitkilərin çoxunu tanımırdı deyir. Burada da var, nə var? Bitkilərin çoxu. 3-cü növ. Olur? Bəli, olur. Onda belə eləyək də 4-ü də götürək. İsim birləşmənin tərəfləri kimi. Ona görə 2, 3, 3, 4. Bəli, cavabı B variantını götürürük. 27-ci sualına baxırıq. Baba nəvəsində oxuduğu kitablardan danışdığı cümləsində hansı söz ismi birləşmənin aslı tərəfidir deyir. İsmi birləşmənin aslı tərəfidir. Baba nəvəsinə oxuduğu kitablardan, hansı kitablardan? Bax, bu oxuduğu sözü deməli, nədir? Feili sifətdir və 1-ci növ təyin söz birləşməsinin aslı tərəfidir. Aslı. Deməli, ona görə də biz 27-ci sualda elə oxuduğu sözünü cavab kimi götürürük. Ondan sonra 28-ci suala baxırıq. Mən onun gözü ilə cahana baxım
cümləsində hansı sözlər ismi birləşmənin tərəfləridir? Onun gözü. Onun gözü. Bax, bu aslı, bu da əsas. Cahana baxın, başqa yoxdur. Onun gözü sözü hardadır? Bu D variantındadır 28-ci sualda. Ona görə də onun cavab kimi qeyd elədik. 29-cu sualla davam edirik. Hansı sözlər ismi birləşmənin əsas tərəfi kimi işlənib deyir? İsmi birləşmənin əsas tərəfi kimi. Dağı, dərəsi, yurdumun. Burada çevrilmə var da. Yurdumun dağı, yurdumun dərəsi. Bunlar hər ikisi əsas tərəflərdir. Əyərlər yazıram üzərinə. Bu da ki, aslı tərəfdir. Yiyəlik halda olan sözdür. İsmi birləşmənin deməli aslı tərəfi. Göz oxşayır, könül açır. İsmi birləşmə əsas tərəfi deyirsə əgər, dağı və dərəsi sözünü, yəni A variantını qeyd eləyirik. Yerlər dəyişdirilib, yurdumun dağı, yurdumun dərəsi. Belə olmalıdır bu. Yurdumun dağı, dərəsi. Ondan sonra 30-cu sualla davam edirik. Hansı nümunədə ismi birləşmə işlənməyib deyir? İşlənməyib deyir. İslama hörmətlə azad nəsillər. Azad nəsillər ismi birləşmədir. Birinci növ təyin söz birləşməsidir. Ona görə də biz bu variantı götürə bilmərik. Bu A variantının üzərinə xətt. İşlənməyib deyir. Heydər Baba xitabdır. İldırımlar çaxanda. İldırımlar çaxanda fe'li bağlama tərkibidir. Yəni fe'li birləşmədir. Sellər, sular şaqqıldayıb axanda. Sellər, sular şaqqıldayıb axanda da fe'li bağlama tərkibidir. Yəni burada biz ismi birləşməni görmürük. Ona görə də B variantını qeyd edirik. Baxaq C-yə. Bu sakit meydandan sakit meydan ismi birləşmədir. Birinci növ. Ona görə bu variantın üzərinə keçirik. Sonra bizim böyük dünyamızda, bizim dünyamız, bizim aslı, dünyamız da əsas. Ona görə də burada da söz birləşməsi var. Yəni ismi birləşmə var daha doğrusu. Gözlərim görməsə hərək yoxdur. Göy gölü verin. Mən onun gözü ilə, bax onun gözü ilə bayaq elə var idi bunu. Onun gözü ilə ismi birləşmə hesab olunur. Üçüncü növ təyin söz birləşməsi. Bizə isə ismi birləşmə olmayan cavab. O da B variantı idi. 31-ci sualla davam edəcəyik. Deyir ki, yenə də hansı nümunədə ismi birləşmə işlənməyib? Eyni tip sualdır bu da. Baxaq görək. Dəniz sevinirdi gəlişimizə. Bu birinci misrada ismi birləşmə yoxdur. Ümumiyyətlə birləşmə yoxdur. Dalğalar dikəli bizə baxırdı. Burada haradadır birləşmə? Dalğalar dikəli. Tək-tək suala cavab verirsə sözlər sayılmır da. Dalğalar dikəli bizə baxırdı. Yox, burada ümumiyyətlə söz birləşməsi yoxdur. Heç fe'li birləşmə də yoxdur. İşlənməyib deyirsə elə A variantını qeyd edirik. Baxaq növbəti variantlara. İndi baxaq, bu sonsuz dərələr birinci növ təyin söz birləşməsidir. Ona görə də burada işlənib. Sonra C variantına baxaq. Çox keçmişəm bu dağlardan. Hansı dağlardan? Bu dağlardan. Birinci növ. Və yaxud da ki, durna gözlü bulaqlardan. Hansı bulaqlardan? Durna gözlü məsələn ismi birləşmə birinci növ kimi deyə bilərsiniz. Mənim könül adlı bir yoldaşım var. Mənim yoldaşım aslı, əsas. Burada da isim birləşmədir. Üçüncü növ təyin söz birləşməsi. Kimindir sabahdan axşama qədər yağışda, yağmurda çalışan əllər? Bu çalışan əllər. Birinci növ təyin söz birləşmə. Hansı əllər? Çalışan əllər. Burada da ismi birləşmə var. Ona görə də cavab kimi A variantını götürdük. 32-ci suala baxırıq. Cümlələrdəki ismi birləşmələrin tərəfləri ifadə olunub deyir. İsmi birləşmələrin tərəfləri. Hələ birinci ismi birləşmələri tapaq. Deyir ki, dağlarımızın gözəlliyi. Bax, bu dağlarımızın gözəlliyi ismi birləşmədir. Hər ikisi isimdir. Dağ da isim, gözəllik də isimdir. Başlanğıc formaya baxırıq. Hamını heyran edir. Söylə bir cümlə idi. Yox, ikinci cümlədə var. O şüşə saxsı boru. Saxsı boru yenə də ismi birləşmədir. Saxsı da isimdir. Boru da isimdir. Amma saxsı sifətləşən isimdir. Yəni sifətin sualına cavab verən isimdir. Boru ilə su çəkdirmişdi. Qarabağda Zəfər bayramı qeyd olunurdu. Zəfər bayramı söz birləşməsini gördük. Deməli, zəfər də isimdir, bayram da isimdir. Ona görə də yalnız isim variantını qeyd edirik. Yəni ismi birləşmələrimiz yalnız isimlə ifadə olunub. Baxaq indi 33-cü suala.
Qrammatik şəkilçilərin köməyi olmadan formalaşmış ismi birləşmələri müəyyən edin. Yəni birinci növ təyin söz birləşməsini demək istəyir də. Qrammatik. Şairdəki iradə. Şair sözün kökü, dəki leksik şəkilçi, iradə də sözün kökü bir götürdük. İsmi birləşmə birinci növdür. İradə sahibi. Bu mənsubiyyət var burada. Ona görə qrammatik şəkilçi var burada. Keçirik üzərinə bunu. 3-ə baxaq. Şair qələmi mənsubiyyət şəkilçisi var. O da qrammatik sayılır. Keçdik variantın üzərinə. Dəmir bilək. Dəmir də sözün köküdür. Bilək də sözün köküdür. Və bunu da cavab kimi götürürük. Birinci növ təyin söz birləşməsi, ismi birləşmə. Dəmir parçası, s mənsubiyyət şəkilçisi var burada. Qrammatikdir. Ona görə keçdik. Polad lövhə. Polad sözün köküdür. Lövhə də sözün köküdür. Qrammatik şəkilçi də yoxdur. 1, 4, 6 oldu bu sualımızda. 34-cü suala baxırıq indi. Deyir ki, Elşən dünən bizə bu kitabları gətirmişdi cümləsində nömrələnmiş hansı söz ismi birləşmənin aslı tərəfidir? Hələ bir ismi birləşməni tapaq. Elşən dünən bizə bu kitabları gətirmişdi. Birinci baxda bu kitablar. İsmi birləşmə budur. Birinci növ təyin söz birləşməsi. Hansı kitablar? Bu kitablar. Aslı tərəf deyir. Deməli, aslı tərəfidir. Ona görə 4-ü götürəcəyik biz. Başqa yoxdur ismi birləşmə. 35-ci suala baxaq indi. Deyir ki, cədvələ əsasən verilmiş cümlələrlə bağlı uyğun fikirləri müəyyən edin. Birinci cümləni oxuyaq. Şəhərin uşaqları da bu sözləri avazla deyirdilər. Çiçək evdə tək qalanda şəkilli kitablara tamaşa edirdi. Bu da ikinci cümlə. Birinci cümlə ilə bağlı doğru fikirdir deyir. Aslı tərəfi əvəzliklə ifadə olunan söz birləşməsi işlənmişdir. Birinci cümlədə bu sözləri bu işarə əvəzliyidir də. Onda biri götürək. Doğru fikir lazımdır axı bizə birinci cümlə ilə bağlı. İkincini oxuyaq. Hər iki tərəfi isimlə ifadə olunan söz birləşməsinə aid nümunə var. Şəhərin uşaqları. Üçüncü növ təyin söz birləşməsidir. Şəhər də, uşaqlar sözü də isimlə ifadə olunur. Ona görə ikini də götürürük. Doğru fikirdə, yəni birinci cümlə ilə bağlı. Sonra üçüncüyə baxırıq. Əsas tərəfi quruluşca düzəltmə sözlə ifadə olunmuş söz birləşməsi işlənmişdir. Əsas tərəfi quruluşca düzəltmə olan, yəni ikinci tərəfi. Uşaqları sözdür burada, bir də sözləri sözdür. Başqa söz birləşməsi yoxdur. Ona görə 3 səhv cavabdır. Uşaqlar sözü də sadə sözdür. Sözləri sözü də sadə sözdür. Ona görə də 3'ü götürmürük cavab kimi, yəni səhv cavabdır bu. 4'ə baxırıq. İkinci cümlə ilə bağlı yanlış fikirdir deyir. Çiçək evdə tək qalanda şəkilli kitablara tamaşa edirdi. Tərkibində həm ismi, həm də feili birləşmə var. Çiçək evdə tək qalanda, deməli, evdə tək qalanda feili birləşmə, feil bağlama tərkibi. Şəkilli kitablardakı birinci növ təyin söz birləşməsi. Ona görə də bunu biz deyək ki, düzgün cavab kimi. Burada nə lazımdır? Yanlış cavab. 4'ü götürə bilmərik, çünki yanlış fikir lazımdır. İsmi də var, feili birləşmə də var orada. Düzəltmə sifət ismi birləşmənin aslı tərəfidir. İkinci cümləyə aid. Şəkilli sözünü demək istəyir. İsmi birləşmənin aslı tərəfidir. Bəli, aslı tərəfidir. Birinci söz daxil. Şəkilli kitablar. Ona görə 5'i də götürmürük, çünki doğru cavabdır bu. 6'ya baxaq. Əsas tərəfi yerlik halda olan feili sifətlə ifadə olunmuş söz birləşməsi işlənmişdir. İkinci cümləyə aid demək istəyir. Yerlik halda olan evdə sözdür. Sonra çiçək evdə tək qalanda. Burada deyir ki, əsas tərəf yerlik halda olan feili sifətlə ifadə olunmuş söz birləşməsi. Yəni, feili sifət burada anda var. Anda da feili sifət yox, feili bağlama hesab olunur. Ona görə 6 səhv cavabdır. Biz də 6'nı götürürük. 1, 2, 6 cavabı oldu. 35-ci sualda. İndi keçək 36-cı suala baxaq. 36-cı sualda deyir ki, hansı cümlələrdə ismi birləşmə təyin vəzifəsindədir deyir. İsmi birləşmə təyin vəzifəsində. Oktayın kiçik qardaşı Fərid 10-cu sinif şagirdidir. Deməli, sinif şagirdidir. Deməli, sinif şagirdidir xəbər. Kim sinif şagirdidir? Fərid. Ondan sonra hansı Fərid? Deməli, Oktayın qardaşı. Bax, burada görürsünüz mənsubiyyət, yiyəlik, bu da mənsubiyyət. Və təyin vəzifəsindədir. Hansı Fərid? Oktayın kiçik qardaşı Fərid. Ona görə biri götürdük. Hansı cümlədə ismi birləşmə təyin vəzifəsindədir. Götürdük. Ona görə 2'yə baxırıq indi. Müdir müavini Rəcəbov sənədləri səhifə qoydu. Qoydu xəbər. Kim qoydu? Rəcəbov.
Hansı Rəcəbov müdir müavini, müdirin müavini təyin vəzifəsindədir. İkinci növ təyin söz birləşməsidir özdə. İsmi birləşmə hesab olunur. Götürdük bunu da. Sonra 3-ə baxaq. Cavan aşıq barmaqlarını pərdələrdə gəzdirdi. Deməli, gəzdirdi xəbər. Kim? Aşıq. Hansı aşıq? Cavan aşıq. Bu söz birləşməsi olmadığı üçün 3-ün üzərindən xətt çəkirik. 4-ə baxaq. Qocaman neftçinin oğlu Tahir. Deməli, qocaman neftçinin oğlu Tahir atasının yolu ilə getdi. Getdi xəbər. Kim? Tahir getdi. Hansı Tahir? Neftçinin oğlu Tahir. Bu da qocaman da təyin. Deməli, hansı neftçinin oğlu qocaman. Bu qeyri-həmciz təyinlər olur, hesab olunur belə olanda. Deməli, burada da gördük ki, isim birləşmə, yəni neftçinin oğlu. Üçüncü növ təyin söz birləşməsi təyin vəzifəsindədir. Ona görə bunu da götürdük. Baxaq, ön xəttdə dayanan əskərlərə kömək göndərildi. İsmi birləşmə olsun. Göndərildi xəbər. Nə göndərildi? Kömək. Kimə göndərildi? Əskərlərə, tamamlıq. Hansı əskərlərə? Ön xəttdə dayanan. Bu da təyin vəzifəsində an. Burada fe'li sifət tərkibi. Bizə ismi birləşmə olan lazım idi. Təyin olsun, amma ismi birləşmə olsun. Bunu da götürmürük bu variantı. Oldu cavabımız 1, 2, 4. İndi baxaq 37-ci suala. Deyir ki, nümunə ilə bağlı səhv fikirləri müəyyən edin deyir. Səhv fikirləri müəyyən etməliyik. Odur, bax, günəşin rənginə bir bax. O günəş gəncliyin timsalıdır, bil. Gəncliyin günəşi saralan deyil. Əzizim, parlasan ömrün günəş tək. Əzizim, parlasan ömrün günəş tək. Nə can yanğısı gör, nə istirab çək. Birinci fikrə baxaq. Dördüncü misrada başqa, dördüncü misralardan başqa deyir. Dördüncü misradan başqa. Özür istəyirəm. Bütün misralarda iki söz birləşməsi var. Dördüncü misranı tapaq yazaq 1, 2, 3, 4, 5. Dördüncü misra. Əzizim, parlasın ömrün günəş tək. Deməli, burada parlasın ömrün günəş tək. Burada söz birləşməsi yoxdur. Dördüncü misradan danışıram. Dördüncü bütün misrada iki söz birləşməsi. İndi birinciyə baxım. Odur, bax, günəşin rənginə bir bax. Günəşin rənginə. Burada bir dənə var ki. Burada deyir ki, bütün misralarda iki dənə söz birləşməsi var. Biri götürdük səhv cavab kimi. Nümunədə həm ismi, həm də fe'li birləşmə işlənmişdir. İsmi birləşmə var, deyək günəşin rəngi. Fe'li birləşməni tapmağa çalışaq. O günəş gəncliyin timsalıdır, bil. Gəncliyin günəşi saralan deyil. Deməli, saralan deyil xəbərdir yəni burada. Nə saralan deyil, gəncliyin günəşi, bu da mübtədadır. Əzizim, parlasın ömrün günəş tək, nə can yanğısı gör, nə israf çək. Fe'li birləşmə yoxdur. Bizə deyir ki, fe'li birləşmə də var. İkini də götürdük cavab kimi. Ondan sonra baxırıq 3-ə. Deyir ki, yalnız bir misrada iki ismi birləşmə işlənmişdir. Yalnız bir misrada iki ismi birləşmə işlənmişdir. Birinci misrada bir dənədir. İkinci misra, o günəş gəncliyin timsalıdır, bil. Gəncliyin timsalıdır. Deməli, bir dənə burada ismi birləşmə var. İndi, əzizim, parlasın ömrün günəş tək. Burada heç. Nə can yanğısı gör. Can yanğısı, burada bir söz birləşməsi ismi. Nə istirab çək. Budur. Baxaq görün, burada 3-də. Yalnız bir misrada iki ismi birləşmə işlənmişdir. Nə istirab çək. Burada yoxdur. Parlasın. Gəncliyin günəşi saralan deyil. O günəş gəncliyin timsalıdır. Hansı günəş? O günəş. De burada. Deməli, burada iki dənə söz birləşməsi var. 2-də iki dənə söz birləşməsi var. 2-də. Ona görə burada da yalnız bir misrada. Bəli. 3-ü doğru fikir kimi qeyd edirik. 4-ə baxırıq. İsmi birləşmələrdən birinin aslı tərəfi əvəzlikdir. İsmi birləşmələrdən birinin deyir, aslı tərəfi əvəzlikdir. Günəşin rənginə heç, orada əvəzlik yoxdur. O günəş, burada var. Sonra, yəni buraya aiddir bu fikir. Başqa isim birləşmələrdə əvəzlik olan tapmaq istəyirik. Gəncliyin günəşi, can yanğısı, bəli. Bu 4 də doğru fikirdir. O günəş sözünü demək istəyir orada. Ondan sonra deyək 5-ə baxaq. İsmi birləşmələrin hamısı eyni cümlə özüdür. Deməli, nəyə bax? Günəşin rənginə. Bax xəbərdir burada. Nəyə? Günəşin rənginə bax. Tamamlıqdır da bu, düzdürmü?
Bir dənə baxaq. O günəş ismi birləşmələr hamısı deyil. Gəncliyin timsalıdır bir. Bu deməli, gəncliyin timsalıdır xəbər deyilmi? Bəli. Burada deyir ki, ismi birləşmələr hamısı eyni cümlə üzvüdür. O səhv cavabdır da deməli. Biri tamamlıqdır, biri xəbərdir məsələn belə. Ona görə də 1, 2, 5 cavabını götürdük 37-ci sualda. 38-ci sualdan davam edirik. Səkinə indi mətbəxdə təzə meyvələri yuyurdu. Təzə meyvələr ismi birləşmədir. Təzə sifətdir, meyvə də isimdir. Deyir ki, cümləsində yanaşı işlənən hansı sözlər ismi birləşmənin tərəfləridir? Yəni, yanaşı işlənən 4 və 5 cavablarını götürdük 38-ci sualda. Ondan sonra hansı cümlələrdə ismi birləşmənin əsas tərəfi tamamlıqdır deyir. İsmi birləşmənin əsas tərəfi tamamlıqdır. Cəsur Məliktac hücum edib şəhəri aldı. Deməli, aldı xəbər kim? Məliktac. Deməli, cəsur bu da təyin. Başqa ismi birləşmə də yoxdur burada. Ona görə birin üzərinə xətt. Bir dənə ismi birləşmə var, o da tamamlıq olmadı. Mən özümü böyük eşqimə qurban verdim. Deməli, qurban verdim xəbər. Kim? Mən. Kimi verdim qurban? Özümü qurban verdim, tamamlıq. Nəyə qurban verdim? Eşqimə. Deməli, eşqimə tamamlıq. Bu da böyük eşqimə söz birləşməsidir axı. Birinci növ təyin söz birləşmə. Böyük də təyin. Bu da əsas tərəfdir də, yazıram üzərinə. Eşqimə sözü görür, tamamlıq oldu. 2-ni götürdük. Kərbəlayı tapdığın bağında bir cərgə üzüm tənəyi var idi. Var idi xəbər. Nə var idi? Tapdığın bağında bir cərgə üzüm tənəyi. Deməli, üzüm tənəyi var idi. Deməli, üzüm tənəyi var idi, mübtəda. Ondan sonra harada var idi? Tapdığın bağında, bu yer zərfliyi oldu. Söz birləşmələri baxırıq. Başqa söz birləşməsi varmı? Yoxdur. Bir cərgə. Deməli, üzüm. Nə qədər? Bir cərgə. Ondan sonra burada yoxdur. Tamamlıq vəzifəsində olan söz birləşməsi yoxdur. Biz belə insanları unutmamalıyıq. Unutmamalıyıq xəbər. Kimi unutmamalıyıq? İnsanları. Tamamlıq. Hansı insanları, necə insanları? Belə insanları. Bu belə insanları birinci növ təyin söz birləşməsidir, ismi birləşmə. Belə insanları sözü tamamlıqdır, əsas tərəfdir. Bizə də elə o lazımdır ki, tamamlıq əsas tərəf olsun, ismi birləşmənin. Ona görə də 4-də götürdük. 2 və 4 cavabını 39-cu sualda qeyd etdik. İzahı bəyəndinizsə, yararlı oldusa, nə isə öyrənə bildinizsə, kanala abunə olmağı ən vacibi və videonu bəyənməyi və şərh bildirməyi unutmayın. Hər birinizə baxdığınız üçün təşəkkür edirəm. Növbəti izahlarda görüşmək ümidi ilə sağ olun, hələlik.